Nəticələr və hesabat. Nəticə sənədi sizin Prizma sənədi olacaq. Bu Prizma sənədinin içərisində araşdırma protokolu deyilən ayrıca bir sənəd var. Bu araşdırma protokolu mən bayaqdan qeyd etdiyim, deməli, bütün mövzu əhatəsində bayaqdan qeyd etdiklərimin hər biri ora daxildir. Və bu araşdırmalardan sonra onlar hamısı strukturlaşır və bir formata gətirirsiniz. İstəklərindən biri odur ki, prizma axın diaqramı yaradasınız və o axın diaqramında seçdiyiniz məyarları siz necə strukturlaşdırmışsınız, onu diaqram şəkildə, flowchart şəklində qeyd edəsiniz. Bundan sonra isə icmalın yenilənməsi gəlir, çünki illər keçir və hansısa bir topik deyək ki, çox inkişaf edən bir topikdir və artıq geri qayıdıb o icmalı yeniləmək lazım olur. Ümumi olaraq baxsaq, metodologiyanı keçdikdən sonra datanın toplanmasına gəlir. Bu həm sistemikə, həm orijinal araşdırmalara aiddir. Tədqiqat nəticələrinin şərhi, bayaq da qeyd etdik bunu və tədqiqat nəticələrinin dərci. Bu, ümumi olaraq sistemik şəklində davam edir və heç bir zaman dayanmır. Hər bir suala bunu tətbiq etmək olur.